Fransada Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı və Bazarında Milli Kino Mərkəzi Gürcü animasiyasının milli stendi və bir neçə layihə ilə təmsil olunub. Bu barədə Milli Kino Mərkəzi məlumat yayıb. Gürcüstan həm milli layihələri, həm də Gürcüstan, Ukrayna, Bulqaristan, Rumıniya və Türkiyədən gənc animatorların işlərini birləşdirən Qara Dəniz animasiyası xüsusi proqramını təqdim edib. Festivalın müsabiqə proqramının münsiflər heyətində Gürcüstan Animatorlar Assosiasiyasının təsisçisi Maryam Kandelaki də yer alıb. Mədəni İrs Uğrunda Hərəkatı Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birlikdə ənənəvi yay kampaniyasını davam etdirir. Dmanisidə 6-cı əsrə aid Sioni məbədinin ətrafı bitki örtüyündən təmizlənib. Kampaniyada Dmanisi meriyası və bələdiyyəsinin əməkdaşları, eləcə də yerli gənclər iştirak ediblər. Mədəni İrs Uğrunda Hərəkatı bu cür kampaniyaları 2021-ci ildən etibarən müxtəlif bələdiyyələrdə həyata keçirir. Tbilisinin şəhər meşəsi layihəsi başa çatmaq üzrədir. Layihə çərçivəsində Tacminda yamacında 700 hektara yaxın ərazi bərpa olunub. 700 minə yaxın ting əkilib, 45 kilometrə yaxın piyada və velosiped yolu yenilənib. O cümlədən 20 kilometr yaxın yeni cığır salınıb. Layihə Tbilisi meriyası ilə Kartu fondu arasında imzalanmış memorandum əsasında həyata keçirilir. Layihənin gedişi ilə bugün Tbilisi meri tanış olub. ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidməti iyunun sonunda 5 gün ərzində təxminən 10 min nəfər saxlayıb. Əməliyyatların harada keçirildiyi açıqlanmayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bunu Prezident Donald Trumpın seçki qabağı vədlərinin icrası kimi qiymətləndirib. Donald Trump bildirib ki, NATO üzvü olan ölkələrlə bir tərəfli münasibətlərin davam etməsi ABŞ üçün absurddur. Prezident bu barədə sosial şəbəkədə paylaşım edib və paylaşımına NATO ölkələrinin maliyyə tövbələrini əks etdirən diaqram əlavə edib. Diaqrama əsasən ABŞ-ın alyansa ayırdığı vəsait digər üzv dövlətlərə müqayisədə xeyli çoxdur. Kiyevə Rusiyanın geniş miqyaslı hücumu nəticəsində ölənlərin sayı 30-a yaxınlaşıb, 91 nəfər yaralanıb. Darnitski rayonunda zədələnmiş yaşayış binasının dağıntıları altında qalanların axtarışı davam edir. İyulun 3-ü Kiyevdə matəm günü elan olunub. Şəhərdə dövlət bayraqları endirilib, əyləncə tədbirləri qadağan edilib və hakimiyyət özəl müəssisələrdə matəm əlaməti olaraq bayraqları endirməyə çağırıb. Sərhəd polis əməkdaşları dron operatoru üzrə xüsusi peşə hazırlıq kursu keçiblər. Kurs dövlət sərhədinin mühafizəsində dronlardan istifadə edəcək əməkdaşlar üçün nəzərdə tutulub. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Uçuş marşrutlarının planlaşdırılması, uçuşa nəzarət, müşahidə, axtarış əməliyyatları və gündüz-gecə məlumat toplantısını əhatə edib. Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz satışına kömək etmək ithamı ilə Ukrayna vətəndaşını saxlayıblar. İstintaq eksperimenti zamanı satış üçün hazırlanmış xüsusilə külli miqdarda metadon maddi sübut kimi götürüb. Cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İstintaq xidməti gömrük keçid məntəqəsinin əməkdaşını rüşvət almaqda saxlayıb. Qırmızı Körpü gömrük məntəqəsinin növbə rəisinin 200 min ABŞ dollarını bəyan edilmədən ölkəyə gətirilməsinə kömək etmək müqabilində hər dəfə 8 min dollar rüşvət tələb etdiyi müəyyən edilib. O tələb etdiyi məbləğin bir hissəsi 4 min dollar alarkən saxlanılıb. Faktla bağlı audio və video sübutlar mövcuddur. Təqsirləndirilən şəxsə ittiham irəli sürülüb. Prokurorluq onun barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib. Cinayət 7 ildən 11 ilədək həbs cəzası nəzərdə tutur. Vahid Milli Hərəkatın sədri Tina Bokuçava cəmiyyətdən qeyri-səmimiliyə görə üzr istəyib. O bildirib ki, 2 il əvvəl Levan Xabeyşvilinin sədri vəzifəsindən getməsinin səbəbi kimi səhhəti göstərilsə də, əsl səbəb müxalifətin birləşdirilməsi cəhdi olub və bəzi siyasi qüvvələr üçün Xabeyşvili qəbul olunmaz lider sayıldığına görə onu Tina Bokuçava əvəz edib. Hakim komanda isə bildirib ki, Milli Hərəkatdan belə etiraflar onları təəccübləndirmir.
Yenidən Avropa Parlamentinin bəyanatı və Gürcüstanın Türkiyə ilə birlikdə Avropa İttifaqına üzvlük şansını itirən namizəd ölkələr sırasında göstərilməsi müzakirə olunur. Avropa Parlamenti iyunun 17-sində qəbul etdiyi bəyanatı sosial şəbəkələrdə yenidən paylaşıb. Sənəddə bildirilir ki, Gürcüstanda demokratik geriləmə prosesi davam edir. Vurğulanır ki, Avropa İttifaqı və üzv dövlətlərin Gürcüstan hakimiyyəti ilə əməkdaşlığı demokratik geriləmənin hüquq və azadlıqlara qoyulan məhdudiyyətlərin, eləcə də Avropa İttifaqı əleyhinə dezinformasiyanın dayandırılması istiqamətində atılan addımlardan asılı olmalıdır. Hesabatın müəllifi Rasa Yukuneviçin hesab edir ki, Avropa İttifaqı Gürcüstanda repressiyalara və dövlət institutlarının ələ keçirilməsinə görə məsuliyyət daşıdığı iddia olunan şəxslərə qarşı sanksiyalar tətbiq etməlidir. Bəyanatda Türkiyə haqqında da qeyd olunur ki, ölkə demokratik islahatların yetərli olmaması səbəbindən Avropa İttifaqına üzvlük imkanını əldən verir. Avropa Parlamenti Türkiyə hökumətinin qanun aliliyi, insan hüquqları, demokratik standartlar, mətbuat azadlığı və digər fundamental azadlıqlarla bağlı problemləri aradan qaldırmağa çağırır. Gürcüstan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər nazirlər arasında imzalanıb. Xarici İşlər naziri Maqaboc Orişvili'nin sözlərinə görə imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığı və kommunikasiyanı daha da gücləndirəcək. O, Mərkəzi Asiya ilə əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. İqtisadiyyat naziri isə həmkarı ilə ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi və orta dəhliz çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib.